Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyomuzdan herkese iyi günler. Ben Özlem. Ben de Ali. Herkesi salamlıyorum. Hoş gördük Özlem. Bakü'den bütün Türkiye'ye salamlar. Hoş bulduk Ali. Nasılsın? Nasıl gidiyor? Bakü'de havalar nasıl? Çok sağ ol Özlem. Yaxşıyam. Bakıda bugün hava biraz günəhlidir, ama güneşlidir. Bildiğin kimi günəhlər şəhəridir bura. Gündəliyimiz ise her zamanki kimi doludur. İstiyorsansa başlayaq. Harika. Evet, dinleyicilerimiz de sabırsızlıkla bekliyordur. Gündemdeki ilk haberle başlayalım o zaman. Bəli, bugünün ilk ve önemli xəbəri iki qardaş ölkə arasındakı iqtisadi əlaqələrlə bağlıdır. Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayetçiləri İctimai Birliyi, yəni qısaca TÜİB arasında bir açıq diyalog platforması keçirilib. Oo, süper. Kulağa çok resmi gelse de aslında bu iş insanları için hayatı kolaylaştıracak bir gelişme demek değil mi? Gümrük prosedürleri her zaman en çok konuşulan konulardan biri çünkü. Tam olarak ne konuşulmuş bu platformda? Tamamilə doğru deyirsən. Əsas məqsəd gömrük prosedurlarını sadələşdirmək və iki ölkə arasındakı ticarət həcmini daha da artırmaqdır. Toplantıda iş adamlarının gömrükdə qarşılaşdığı çətinliklər, təklifləri dinlənilib. Rəqəmsallaşma, bir pəncərə sisteminin daha da təkmilləşdirilməsi kimi məsələlər müzakirə olunub. Məqsəd, malların sərhəddən daha sürətli və daha az bürokratiya ilə keçməsini təmin etməkdir. Bir pencere sistemi dediğin Türkiye'deki tek pencere sistemi gibi. Yani tüm belgelerin tek bir noktadan halledilmesi mi? Bəli, eynilə. Məqsəd odur ki, iş adamı onlarla fərqli quruma getmək əvəzinə bütün sənədləşmə işlərini tək bir mərkəzdən elektron qaydada həll edə bilsin. Bu, həm vaxta qənaətdir, həm də şəffaflığı artırır. Bu görüşlər bu sistemin daha da səmərəli işləməsi üçün çox vacibdir. Anladım. Aslında bu haber sanırım bir sonraki haberle de çok bağlantılı. Ekonomi demişken yabancı yatırımlarla ilgili de önemli bir gelişme var galiba. Çox doğru bir nöqtəyə toxundun Özləm. İqtisadiyyatdan davam edək. 2026-cı ilin ilk 4 ayının yekunlarına görə Azərbaycana cəlb edilən xarici investisiyalar sayəsində ölkə iqtisadiyyatında 15%-dən çox artım qeydə alınıb. Bu, çox ciddi bir rəqəmdir. %15. Gerçekten de yılın ilk 4 ayı için müthiş bir oran. Peki bu yatırımlar daha çok hangi sektörlere geliyor Ali? Enerji mi yine başrolde? Enerji sektoru hər zaman önəmli bir paya sahibdir. Amma son illərdə hökumətin iqtisadiyyatı şaxələndirmə siyasəti nəticəsində qeyri-neft sektoruna da böyük investisiyalar cəlb olunur. Kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və nəqliyyat, logistika kimi sahələr xarici investorlar üçün getdikcə daha cəlbedici olur. Bu 15%lik artımda məhz bu sahələrin payı böyükdür. Harika bir haber. Ekonominin sadece petrole bağlı kalmaması uzun vadeli istikrar için çok önemli. Şimdi biraz daha farklı bir konuya, iç siyasete geçelim istersen. Muhalif bir isimden bir açıklama var sanırım. Bəli, gündəmdə belə bir xəbər də var. Müsavat Partiyasının keçmiş başqanı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ölkədəki son siyasi prosesləri dəyərləndirib. O deyib ki, hakimiyyətin repressiyası gücləndikcə cəmiyyətdə siyasətdən uzaqlaşmaq əhval-ruhiyyəsi də güclənir. İsa Kamber, Azerbaycan politikasını takip edenlerin yakından tanıdığı bir isim. Represiya dediği tam olarak ne oluyor? Baskı, tazyik gibi mi anlamalıyız? Ve bu açıklamaları nerede yapmış? Malum bu tür eleştirel sesleri her yerde duymak pek mümkün olmuyor. Bəli, repressiya təzyiq, baskı deməkdir. İsa Qəmbər artan siyasi təzyiqlərin, bəzi fəalların həbsinin insanları qorxudub siyasətdən soyutduğunu iddia edir. Amma eyni zamanda bunun müvəqqəti bir hal olduğunu və demokratik dəyişikliklər üçün mübarizənin davam etməsinin vacibliyini vurğulayıb. Sənin sualının ikinci hissəsinə gəlincə, bu tip xəbərlər daha çox dövlət nəzarətində olmayan müstəqil və ya xaricdən yayılan media orqanlarında yer alır. Məsələn, bu xəbərin qaynağı BBC Azəridir. Ölkə daxilində isə Meydan TV və Azadlıq Radiosunun Azərbaycan xidməti kimi platformalar bu cür mövqeləri tez-tez işıqlandırır. Anladım. Yani haberin kaynağına göre farklı bakış açıları görmek mümkün. Her yerde olduğu gibi. Teşekkürler bu detaylı bilgi için Ali. Şimdi rotamızı biraz bölgeye çevirelim. Komşu İran'dan önemli bir haber var galiba. Bəli, bu bütün region üçün önəmli bir xəbərdir. İran nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlarda yeni bir mərhələyə qədəm qoyub. Tehran zənginləşdirilmiş uranla bağlı qərb ölkələrinə yeni şərtlər və təkliflər paketi təqdim edib. Bu konu yıllardır bir çözülüyor, bir tekrar düğümleniyor. Yeni şartlar hakkında bir detay var mı? Azerbaycan'ı nasıl etkileyebilir bu durum? Sonuçta en uzun sınırlardan birine sahipsiniz. Hələ ki, təkliflər paketinin detalları tam açıqlanmayıb.
Amma diplomatik mənbələr deyir ki, İran bəzi sanksiyaların qaldırılması qarşılığında uranın zənginləşdirilməsi səviyyəsinə nəzarəti gücləndirməyi təklif edib. Azərbaycan üçün bu məsələ çox həssasdır. Biz hər zaman regionda sülhün və stabilliyin tərəfdarı olmuşuq. İranın nüvə proqramı ilə bağlı istənilən gərginlik və ya razılaşma şübhəsiz ki, Cənubi Qafqazdakı bütün geopolitik vəziyyətə birbaşa təsir edir. Ona görə də prosesləri yaxından izləyirik. Umalım ki diplomasi kazansın. Peki bu kadar ciddi konudan sonra biraz daha teknolojik hatta çevreci bir habere ne dersin? Duyduğuma göre Azerbaycan ormanlarını artık yapay zeka koruyacakmış. Bəli, bu çox maraqlı və müasir bir proyektdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama verib. Meşə yanğınlarının qarşısının alınması və qanunsuz ağac kəsiminə qarşı mübarizə məqsədi ilə süni intellektə əsaslanan yeni bir monitoring sistemi tətbiq olunacaq. Vay canına, robot orman bekçileri gibi bir şey mi bu? Nasıl çalışacak sistem? Robot beççilər olmasa da ona bənzər bir şeydir. Yüksək texnologiyalı dronlar, peyk görüntüləri və meşələrdə quraşdırılmış xüsusi sensorlar vasitəsilə məlumatlar toplanacaq. Süni intellekt bu məlumatları real zaman rejimində analiz edəcək. Məsələn, bir yerdə normadan artıq istilik, duman aşkarlanan kimi dərhal yanğın təhlükəsi siqnalı verəcək. Və ya müəyyən bir ərazidə ağacların sayında qəfil azalma olarsa, bu qanunsuz kəsim şübhəsi yaradacaq və dərhal mobil qruplar ora yönləndiriləcək. Şahane bir gelişme bu. Hem doğayı korumak hem de teknolojiyi bu kadar faydalı bir alanda kullanmak müthiş. Başka kısa haberler var mıydı Ali? Bəli, bir neçə qısa xəbər daha var. Sumqayıt şəhərində aparılan abadlıq işləri çərçivəsində qanunsuz tikilmiş bir obyektin söküntüsü həyata keçirilib. Bu da onu göstərir ki, şəhərlərdə qanunsuz tikintiyə qarşı mübarizə davam edir. Digər bir xəbər isə diplomatik sahədəndir. Azərbaycanın Mavritaniyadakı yeni təyin olunmuş səfiri etimadnaməsini bu ölkənin prezidentinə təqdim edərək rəsmən fəaliyyətə başlayıb. Bu da Azərbaycanın Afrika qitəsindəki əlaqələrini genişləndirmə siyasətinin bir parçasıdır. Və son olaraq qardaş Türkiyədən bir xəbəri də bizdəki agentliklər yayımlayıb. Bir vilayətinizdə güclü yağışlar nəticəsində sel və daşqınlar baş verdiyini üzüntü ilə öyrəndik. Ümid edirik ki, ciddi fəsadlar olmaz. Bütün Türkiyəyə keçmiş olsun deyirik. Ah evet, maalesef bu aralar sellerle mücadele ediyoruz. Bu hassasiyetin ve iyi dileklerin için çok teşekkür ederiz Ali, tüm Türkiye adına. Evet, bugün de gündem epey yoğundu. Azerbaycan'daki ve bölgedeki gelişmeleri seninle birlikte değerlendirdik. Ağzına sağlık. Sənin də ürəyinə sağlıq Özləm. Məlumatları Türkiyədəki qardaşlarımıza çatdırmaqdan məmnuniyyət duyuram. O zaman bugünlük de bizden bu kadar. Bizi dinlediğiniz için teşekkürler. Sağ olun. Fason Radyo